İlk dəfədir Azərbaycan kinosu ilə bağlı bir ensiklopediya işığı görür. 1898-ci ildən 2025-ci ilə qədər olan dövrü əhatə edir. Həm bədii filmlər, həm sənədli filmlər, həm animasiya filmləri, həm də qısa metrajlı filmlər burada öz əksini tapıbdır. Dövlət Film Fondundan qeydiyyatdan keçmiş filmlər araşdırılıbdır. Məqsəd mədəniyyətimizə olan sevgimizi növbəti dəfə akademik bir formada təzahür etdirməkdir. Bu vaxtı o filmlər haqqında söhbət gedəndə hərə bir cür danışırdı ki, bunun tarixçəsi budur, bir deyir, yox budur, başqa cürdür. Bu filmlərimiz bizim itib, batıb, bunların taleyi necə olub, başladım bunlarla maraqlanmağa. Və bunlarla maraqlana mən başladım bu filmlərimizin siyahlarını tutmağa. Cəmil müəllim gələndən sonra rejissor Cəmil Quliyev, bəli, o gəldi. Gələndən sonra biz əl-ələ verdik, bütün bu işləri qoyduq elmi əsaslar üzrə. Və başladıq bunların üstündə işləməyə. Və işləyə-işləyə o elmi rəhbər idi. Mən də hazır edirdim bunları. 90 neçə faiz toplanım bunun içərisinə Azərbaycan filmləri. Bugün böyük bir bayramdır. Bilirsiniz niyə? Bu indi təzə saytlar çıxıb, blogerlər, nə bilim nələr, aktyorlar haqqında nə gəldi yazırlar. Olanı da, olmayanı da birinin üstünə 5 qoyurlar, 5'in üstündən 3'ün götürürlər. Bir balaca o bizim cavanlıq dövrümüzdə çayxanada elədiyimiz söhbətlərə bənzər. Amma Aydın buna elmi cəhətdən yanaşıb. Ümidvaram ki, mənim dostum az da olsa məndən oraya yazacaq. Və sağlığımda mənə eksilə öz adımı görəcəyəm.